Masallı rayon icra hakimiyyətinin başçısı cənab Araz Əhmədov İmanlı kəndinə səfəri çərçivəsində Vətən müharibəsi şəhidi Məhəmməd Vəliyevin adını daşıyan küçədə aparılan abadlıq quruculuq işlərinin gedişi ilə yerində tanış olub. Rayon rəhbəri küçəyə yeni döşənmiş asfalt örtüyünə baxış keçirərək görülən işlərin keyfiyyəti barədə ətraflı məlumat alıb. Rayon icra hakimiyyətinin daxili imkanlar hesabına həyata keçirdiyi bu layihə kəndin yol infrastrukturunun əsaslı şəkildə yenilənməsinə xidmət edir. Yeni asfalt örtüyü sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, kəndin ümumi simasının yaxşılaşdırılmasına da mühüm töhfə verir. Bildirilib ki, layihə çərçivəsində yolun keyfiyyət göstəriciləri, işlərin həcmi və davam etdirilməsi nəzərdə tutulan abadlıq planları xüsusi diqqətlə icra olunur. Qeyd olunub ki, şəhid adını daşıyan küçənin yenilənməsi həm vətən uğrunda canından və onların rifahının hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğu qeyd edilib. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin Masallı rayonunda ardıcıl şəkildə icra olunduğu bildirilib. Şəhid Məhəmməd Vəliyevin ailə üzvləri görülən geniş miqyaslı abadlıq işlərinə, küçəyə yeni asfalt örtüyünün döşənməsinə, həmçinin onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və layihənin icrasında əməyi olan hər kəsə dərin minnətdarlıqlarını ifadə ediblər. Masallı rayonunda həyata keçirilən bu kimi layihələr şəhidlərimizin əziz xatirəsinin yaşadılması ilə yanaşı, regionun sosial infrastrukturunun möhkəmləndirilməsinə, kəndlərin inkişafına və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verir. Onda qeyd edək ki, şəhid adlarını daşıyan və şəhid ailələrinin yaşadığı küçələrin abadlaşdırılması, o cümlədən asfaltlanması layihəsi ilk olaraq Masallı rayonunda həyata keçirilib. Rayon icra hakimiyyətindən aldığımız son məlumata istinadən bildiririk ki, bugünə kimi Masallı şəhər, qəsəbə və kəndlərdə 93 şəhid ailələrinin yaşadığı küçələrə 112 min kvadrat metrdən çox asfalt örtüyü döşənmişdi. Bu da 1 milyon manatdan çox vəsait deməkdir.